kabinetdə oturanlar məhsulun adını bilir. Ona denən ki, məhsulun maya dəyəri nə təşkil edir? Nədir mən? Maya dəyəri nədir ümumiyyətlə? Hamımız danışırıq. Mikrofonu əlinə alan maya dəyərindən. Maya dəyəri, o xərclər, nələr daxildə onu bilən yoxdur. Elə bilirlər ki, pomidor, elə getdin oradan qırdın, oldu pomidor. Bunun gəl əmələ gəlmə, bunun iqtisadi cəhətdən qiymətləndir, gör, kətçi nə çəkir? Niyə kətçini həmişə aşağılayırlar ki, kətçi şəhərə qaçmaq üçün? Niyə qaçır? Dolana bilmir. Bəli, dolana bilmir. Deyəndə də deyirlər ki, kətçiyə torpaq verilib. Torpağı gəl görüm, hektarın 70 manata şumlayır traktor. Təxminən bir hektarın xərci nə qədərdir? 70 hektar şum. 70 manat. 70 manat. 40 manat mala. Birincili, ikincili manat. Hə, bəli. Birincili, 110 manat. Hektara 30 manata səpin. 150. 150. Hektara lap 250-dən çəkirəm, 50 qəpikdən toxum. 150 manat. 125 manat verir də. Hə, 150 manat. 225 manat. 225 manat. Gəldi bunun suvarma 30 manat. Bu bunun oldu suvarma 250. 200 manat. Gəl bunun herbisitlərinə. Tutaq ki, sarı çiçək varsa buna qarşı herbisit səpəlsə. Hektara dərmana 30 manat traktor səpir. Bir hektarına buna götürək, bu da 280 manat. Hektara da gedir, tutaq ki, misal üçün deyirəm, dərmanın növündən asılı olaraq hardasa bir 20-30 manatda hektarın dərmana gedir. Hə, olsun 300 manat. 70 manata biçirlər. 370. Daşınması, maşın 30 manata daşıyır. 400 manat. Gəl indi bir hektardan alınan məhsulu götür. Hə, nə qədər təxminən? Ümumiyyətlə bizim kətdə, mən təsərrüfatda işləmişəm. Kim nə deyirsə boş şeydir. Ola bilər fərdi yerdə 40 sentiner də verir. Ümumi götürəndə 20 sentineri vermir bizim yer. Ay sağ ol. Hektardan 20 sentiner 2 ton. Və subsidiya, dövlətin verdiyi subsidiya. Subsidiya hektara verir, buğdaya 250 manat. Yoncuya verir 100 manat. Hektarına. İndi bunu ümumi məhsulu hesablayanda 1 hektardan 20 sentiner qoy 2 ton taxıl olsun. 2 ton taxılı 50 qəpikdən 40 qəpikdənsə 30 qəpik olur da. Hə, 30 qəpiyə. 600 manat. Çıx ki 400 manat, 500 manat xərci nə qalır? 100 manata demək bu işləməlidir. 100 manata 150 manat. 100 manata, 100 manata kətçi bədbax həmin pulla kommunalını ödəsin. Ailəsini saxlasın. Xeyirşərə getsin. Bunu kətdə yaşamayan bu şeyləri bilməz.